Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri. 20 yanvar Asfar Arena canlı reportajımızı izləyirsiniz. Məhz Premier Liqanın yaz mövsümü 4-1 qarşılaşması, 2 güclü komanda, 2 favorit kollektiv üz-üzədə, hansı ki Lyon Sumqayıt və İnam komandalarına bəhs edirəm. Meydanın sol tərəfdə biz İnamı, sağ tərəfdə isə Lyon Sumqayıtı görürük. Hər iki komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik, ümid edirəm. Həm tepli, həm də maraqlı, bol qollu bir oyunun şahidi olarıq. Təbii ki, 2 dəqiqələr, bir qədər kəşfiyyat xarakterli keçə bilər, siz təmkinli oyun izləyə bilərik. Rod zərbə! Müdafiəçiyə top, İnamın ilk həmləsi idi bu. Ötürmək isə Niyazini qabaqladılar, Oruç. İsmail Əliyev. Həmçinin 2 təcrübəli qapısı da üzdədir. Elcan Sarıyev və İsmail Əliyev. Kiperlərdən bəhs edirəm. Niyazi Rafa çevirdi. Ruslan ayaq saxladı, zərbə çəkdi. Fuadın zərbəsi idi bu. Oruz Məmmədov 2 dəqiqələrdən təşəbbüsü ilə keçirmək istəyir. İnam komandası. Ağalara buraxdı, alınmadı İlkin Vəlizadə. Elcan Sarıyev. Ara ötürməsi Muradla oynadı. İnamın əmləsi qurulacaq. Rafael Mütəllimov. Rafa Sinan doğru. Ruslan Ağalarov. Tələsmir Fuad Yosifov. Niyazi Rahmet Medət çətini çəkmişdi. İlkin Vəlizadə top ələ keçirdi. Ötürmə. Zərbə İsmail. Keçid yoxdur dedi. Yavaş-yavaş oyun qızışır. Tempo artır artıq. Fuad. Bir ötürmə isə indirilən zərbə Sarıyev. Korner izləyəcək. İnam adına. Yerlə ötürmə keçmədi. Lyon Sumqayıtın əks həmləsi başlayacaq. Sinah doğru ötürmə. Qapı qarşısında İlkin. İsmailin müdaxiləsi var idi. Vəlizadənin fəklənməsinə imkan vermədi. Nihat Ağayev. Korner o yerinə yetirəcək. Ağayev. İlkin oynadı Vəlizadə. Tələsmir. Elcan Sarıyev. Murad özünü təklif edir, onunla oynaya bilər. Elcan Sarıyev bir qədər komanda yoldaşlarının hərəkətlənməsi istədiyini məhz Muradı qatdı əmləyə. Murad Hüseynov. Niyazinin müdaxiləsi var idi, out. Daha geniş imkanlara malik tərəf İnam komandası. Texniki zona boyunca səpələniblər sanki bir qədər. Mustafa evi görəm orada. Səmədə Sədovu görəm, İlvi Sarıyevi görəm, Zavidə Şimovu görəm. İsmail Əliyev. Ruslanla doğru ötürmə. Niyadın müdaxiləsi var idi. Oruz Məmmədov. Elcan Sarıyev. Nihat Ağayev. İsmail yerindədir. İsmail Əliyev. Müdafiəyə qarşıladı. İmam Əli Nağıyev müdaxilə etməyə bacarmışdı. Nihat Ağayev. Tek toxunuşlu ötürmə. Nihat Ağayev Elcanla oynadı. Sarıyev. İşte hələ ki tilsim qırılmayıb. Artıq 5 dəqiqəni gördə qoruq. Hələ ki qapının kilidi açılmayıb. İlkin Vəlizadə. Zərbə indirə bilər Vəlizadə. Müdafiəçiyə də dəymişdi topa İsmail Əliyev. Sayıqlıq əldən vermədi. İndi Fuada doğru ötürmə. Səmti dəyişmək istəyən Niyazi Qasımzadəni düşünsə də düşündüyü kimi istədiyi kimi alınmır. İmam Əli Nağıyev Elcanla oynadı.
İlkin Vəlizadə zərbə keçmir. At yerinə itirməlidir. Murad Hüseynov. Önü bağlıdır. Niyadlı oynadı Ağayev. Göz gəzdirdi. Görəyim kimi düşünəcək. Elcanı düşünür. Bir qədər geri qayıdır ki, rəqibin müdafiəsini üzərlərinə çəkərək boşluqlar tapsınlar. Sarıyev. Elcan! Sarıyev! Ona zərbə idi. Düz 9'luğa sancır topu. İsmail Əliyev uzansa da çata bilmədi. Sadəcə möhtəşəm. Bu zərbə qarşısında nə qədər ifadə işlətsəm az qalar. Sarıyev görüşdə tilsimi qırır. Sumqayıtın qol-kiperi. Görünür ki, bugün tək olmuşu xilaskar rol oynamaq. Zərbələri dəf etmək deyil. Aslında qollar da qazandırma bacar həmçinin. Qapının kilidini o atsa, tilsimi o qırdı. Bu arada qoldan sonra əvəz etmələr baş tutdu. Qapısından savaya hər kəs dəyişdi meydanda. Amma digər heyət artıq meydandadır. İndi bəhs edəcəm. Hansı ki, potensial əvəz etmələrdən bəhs edən zaman qeyd etmişdim. Səməd Əsadov artıq meydandadır. Daha sonra Tural Məhəmməd Rəzayev meydana daxil olub. Elor Mustafayev, Cavid Əşimov, Ülvi Sarıyev. Artıq mübarizə aparacaq meydanda. İmam Əli, Cavid Əliyev çevirdi. Mansız alındı ötürmək. Cavid Əşimov, Ülvi Sarıyev, Murad ara girmək istəyib. Əşimov ayaq saxladı Sarıyev. Tempo ayaq uydurmağı bacarır. Nəm oyuncuları. Cinat doğru ötürmək keçmədi. Murad Hüseynov. İlkin Vəlizadə. Cinatda Nihat özünü göstərdi. İlkin Vəlizadə. İmam Əliyev. Elman, sən uşaqları tanıyırsan, meydana daxil olunda mən səndən soruşub, mənə xatırlatma edəsəm. Tural. Yayma bacardı rəqibindən ötürmə, tək toxunuşlu ötürmə deyil. Sarıyev. Cavid Əşimov. Elor Mustafayev, İmam Əliyev rəqibinin qarşısını kəsir. Murad Hüseynov. Alda cəmlə 2 dəfərin ötəsinə topu çıxardı. Murad! İsmail'dən keçid yoxdur. Bir anlıq hər kəs intizarda saxladı. Murad alınmadı. Ülvi Sarıyev. Tural. Məhəmməd Rəzayev. Bir qədər toplayıb elədi. Turalın ötürməsi Ülvi Sarıyev. Tural. Topu qapıdan keçirməyə bacarır. Möhtəşəm kombinasiya. Möhtəşəm ötürmələr izlədik və nəticə də hasil oldu. Ülvi Sarıyevin məhsuldar ötürməsində Tural topu qapıdan keçirir. Hesabı bərabərləşdirir. 1-1, İnam 1. Liyan Sumqayıt 1. Bu arada Sumqayıt niyyətinə əvəz etmə var. Emil Həsənzadə meydana daxil olub. 10 nömrəli forma ilə çıxış edir. Emil. Bir ara ötürməsi Vəlizadə müdaxilə etməyə bacardılar. Cavid Əşimovla İksəmlə. Əşimov ayaq saxladı. Qapıya artıq yerləşdi. Ülvi Sarıyev. Sarıyev görə nə edəcək? Elor Mustafayev. Elor. Nömrə Amil Delman.
Bir daha qeyd edək. 20 yanvar Asvar Arena Premier Liqanın yaz mövsümü 4-də 1 qarşılaşması bu görüşdə İnan və Leon Sumqayıt komandaları üzləşir. Hesab isə 1-1'dir. Tural məsələ bərabərlik ondan gəlmişdi. Tural bir qədər rələdi. Cavid Eşimov. Elvis Sarıyev. Qayda pozucu qeydə aldı. Teşekkür minnətdarım. Zərbəni kim yerinə yetirəcək? Ref tapşırığına da bənzəyir sanki. Elvis Sarıyev. Sarıyev ötürməyə Səməd. Endirilən zərbə Elcan Sarıyev kəmlədə mənimsəməyə bacarır. Cina doğru ötürmə. İlkin Vəlizadə tamamlamağa imkan verilmədi. Səməd riski getmədi. Top meydandan çıxardı. Xeyr, YouTube üçün verilmir. Aleykümselam. Bütün oyunlar çəkilir və oyunlar bitdikdən sonra YouTube'da olacaq. Məsələ bugün. Amilin zərbəsi ilə bu bir qədər əvvəl o da meydana daxil oldu. Amil Cəfərov. Orada İnamın digər heyəti yenidən meydandadır. Sərbə. Baron minnətdarım. Bu arada Leon Sumqayıt heyətində vəziyyət İlkin Vəlizadə vəzləndi. Kapitan Nicad Məhərrəmov meydandadır artıq. Sərbəni izləyəcək. Ən azı 2 toxunuş İsmail Əliyev. Vətən canlı səhd qurdu. Emil ötürməyə Elcan Sarıyev. Canlı səhd yara bilmədi. Murad Hüseynov. Eyni Zinatan yenidən korneri yeni etirilməlidir. Amil Cəfərov, Murad. Top meydanda saxlamağa cəhd etsə də alınmır. Niyazi Qasımzadə, İsmail Əliyev. Amil qarşıladı. Rafael Mütəllimov, Fadi Yusifov, Rafat Ələsmir, Niyazi Qasımzadə. Rafa, Oruc Məmmədov. Bir qədər özünü yaxşı hiss etmədiyi üçün texniki zona yaxınlaşır. Elnur Mustafayev onun əvəzinə meydana daxil oldu. Altı izləyən Niyazi Qasımzadə. Bir qədər səliqəsiz alınmışdı ötürmə. Kərimov davam dedi. Bağıyev meydandan çıxardı. Ruslan Ağalarov yerdə qalıb görəyib. Ədalət həmsin qərarı nə yöndə olacaq?
Buradan bakayım. Buradan sen git. Yok. Git orada. Kapat center'dan. Niko. Emir. Center'dan. Pas geçmez. Biraz kal. Bir beşik bir yere gideceğim mi? Rafael Mütəllimov fair play olaraq topu rəqiblərinə geri qaytarır. İndi oyun bərpa olunur. Hesabda 1-1'lik bərabərlik var. Bir daha da qeyd edib. Elcan Sarıyev məsələ görüşdə tilsimo qırmışdı. Stralın ifasında isə bərabərlik oldu. Şahid oldu. Elnur Mustafayev. İsmail Əliyev. Niyazi Qasımzadə. Elnur Mustafayev. Kendi rəqibindən Elnur'un zərbəsidir. Müdafiəçiyə korner. Elnur. Ötürmədə səhvə yol verdilər. Amel itirdi topu Fuat. Rəqibin formasını tutub çəkirdi. Zibə getdi. Sarı vərəqə rəsmi xəbərdarlıq Amil Cəfərova. Görüşdəki ilk rəsmi xəbərdarlıq artıq faul topundan qazanmışdı. Tədbir eləməsin deyə qayda pozulur. Elnur. Niyazi Qasımzadə. İsmail Əliyev. Elcan Sarıyev qapısını tərk etdi. Rəqibin öndə qarşıladı. Daban ötürməsi yaxşı alındı. Nihat Ağayev. Amil Cəfərov. Elcan Sarıyev meydan özlərində olan səsində ötürmələr edir. Leon Sumqayıt tərəfi. Nihat Ağayev. Sarıyev. Təzik var. Rafa pressing edir öndə Elcan Sarıyev. Out. Təzik bir qədər öz bəyrəsini göstərdi. Səməd Əsədov. İsmail Əliyev. Cavid Əşimov ötürmə bir qədər səhvə yol verdi. Nicat və gol! Nicat Məhərrəmov. Rəqibin səhvini bağışlamır. Çobut səhvi əfv etmədi. Kapitan topu qapıdan keçirdi. 2-1. Leon Sumqayıt yenidən öndədir. Sumqayıt təmsil 2. İnan 1. Elvis Sarıyev. Tural bir ara ötürməsi Nicat. Elvis Sarıyev. Elnur Mustafayev. Səmən ötürməsi ünfana çatmadı. Nicat Məhərrəmov. Nihat Ağayev. Bitirdi topu. Murad qazandı. Ötürməsi uğurlu alınmır. Cavid Əşimov. Ülvi. Murad taban ötürməsi Emil. Elcan Sarıyev. Ötürməyi vana çatdı Nicat Məhərrəmov. Çevirdi Nihat Ağayev. Sarıyev başlatdı. Nicat Məhərrəmovun ötürməsində. Nihat Ağayev topu qapıdan keçirir. Müfəssəl qurulmuş. Epizod qolla nəticələnir.
3-1 oldu. Leon Sumqayıt 3. İnan 1. Tural. Cavid Eşimov, Tural. Taban ötürməsi keçmədi. Amil Cəfərov uzaqlaşdırdı. Elnur Mustafayev. Elnur'un ötürməsi. Cavid Əliyevin müdaxiləsi var idi. Korner izləyək. Ülvis Sarıyev. Orada Cavid Eşimov bir imkan tapdı ama zərbə uğurlu alınmadı. Qapıdan zərbə. Elcan. Korner. Ləsənsədənin zərbəsi keçmədi. Əksən olacaq Cavid Eşimov. Görmədən ötürmə vermək istədi amma Tural hərəkətlənməmişdi. Elcan Sarıyev. İmam Nağıyev. Eynincin altı uğur ötürmə. Cavid hərəkətlənib. İsmail Əliyev vaxtında qalasını tərik edir. Səməd Əsədov. Cavid. Topa müdaxilə edə ədalət təmsilçisi. Tural top meydanda saxlama bacarır. Cavidən mani olma bacardılar. Out. İlkin. Yəqana doğru ötürmə Vəlizadə düşüncəsi idi. Elnur Mustafayev. Elcandan keçid yoxdur. Ağalarov keçmədi. İsmail Əliyev. Sarıyev. Millicə komandalar meydan rəqib aydınlıq hissəsində mövqe tutmuşdu. Cavid Eşimov. Top meydanda saxlama bacardı Ruslan Ağalarov. Hesabı 3-1'dir, bir daha qeyd edək. Sumqayıt 3-1 hesabı ilə öndədir. Hətta bəlkə də hesab dəyişəcək. Emilin zərbəsi Emilə Sənzadə. Məsələ, hesabdan bəhs edərkən yenə müdafiə edilən səhv və Sumqayıt bu səhvləri bağışlamır bugün. 4-1. Ülvis Sarıyev. Elnur Mustafayev. Gözünü göstərdi. Vəlizadənin müdaxiləsi vardı. Tural. Demiyorlar. Gənclər Birliyində edilən transferlər bu komandanın daha güclüdür. Elcan Sarıyev. Ruslan, Enurlu zərbə Ağalarov. Nədəydi? İtiraz var idi, gol deyə mən gol görmədim.
ilk hissənin son epizodu son cəhdi oldu. Bu epizodla da Fəqan Kərmov ilk hissəni bitirir. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.